Bu günlərim sizə elə bir mikrofon göstərəcəm ki, hansı Salonu ki biraz varlıdır. Arkadaş mikrofon təqdim edirəm. Mikrofon təqdim edirəm. Kasıvın da qadasını dayandan onun yeri. Onu biraz Varının da. Səndən müsahibə alacağam birazdan. Uşaqlar, deməli bu günlərim sizə elə bir mikrofon təqdim edirəm ki, bu mikrofonu həm yaxaya taxa bilirsən, həm bura taxa bilirsən. Çox gözəl bir mikrofondur. Bunu kimlər ala bilər? İnfluencerlar ala bilər, bloggerlər ala bilər. Külək qoruyanı da var. Baba, görürsüz külək qoruyanı da var. Mən özüm neçə aydır mikrofon axtarıram. Normal mikrofon axtarıram. Dilim də topuq vurdu, danışamadım həyəcandan. Çünki çox qəşəng mikrofon. İstəyirəm hamı bu mikrofona sahib olsun. Tapa bilmirdim. Axır ki Ağ Elektronikdən bu mikrofonu tapdım. Deməli, nə edirsən? Bax qardaş deyirəm. Bunu belə yaxaya da taxa bilirsən. İstəsən bax belə bir tut bunu qardaş. Bax belə bir taxacaq var. Gəlirsən bura. Baba qardaş bunu taxdım belə müsahibə üçün. Yəni sırf müsahibə üçün. Belə də qantel kimi də istifadə edir. Dayan budur, hə. Onu belə taxdım başına qardaş. Oldu sənin üçün nə? Gül kimi mikrofon. İndi bax bu mənim öz səsimdir. Bu da ki qardaş indi mikrofonla çıxacaq səs. Bir dənə baxın. Ya. Mikrofon tam hazırdır, taxılıdır. Yəni super bir vəziyyətdə yəqin ki səsimi eşidirsiniz. Məsafə uzaqlaşdıqca səsin keyfiyyəti dəyişmir. Çünki bu mikrofon çox super bir şeydir. Gəl elə yerindəcə bu qardaşdan müsahibə olaq Dəli Tahirdir. Deməli toyuq dönəri yoxsa ət dönəri? Kotlet çörək. Mənim kotlet çörək. Toyuq dönəri mənim ürəyimdə. Niyə? Amma kotlet çörək də olar. Olar. Əla, onda gedək bu qardaşa Ağ Elektroniksdə kotlet çörək ismarlayaq. Gəl qardaş, gəl.